Salam hörmətli riyaziyyat sevərlər, sizə möhtəşəm bir sual edəmişəm. Bu sualda bizə verilib ki, 3 üstü 2x minus 1 bərabərdir 4 olarsa, 768-in üstü 2x bölü 8x minus 3-ün həll edin, qiymətini tapın deyə bir sual verilib. Əslində şagirdlər deyəcək ki, ay müəllim bu olimpiada sualdır falandan. Xeyr, bu elə sırf abituriyentlərə aid olan bir sual tipidir. İpucu varmı? Var. Əsas biz hara diqqət etməliyik, bizdən istənilən yeri, amma buranı istəyir, düzdürmü? Buranın məxrəcinə fikir verməliyik. Yəni biz 8x minus 3'ü biz burada yaratmalıyıq. Baxın bu hissədə yaratmalıyıq. 8x minus 3'ü qüvvətdə yaratmalıyıq, ha, qüvvətdə yaratmalıyıq. Hər tərəfini nəyə vursam mən 8x minus 3'ü yaradaram burada. Əlbəttə ki, birinci 4'ə vurmalıyım da. Nə olacaq? 3 üstü 8x minus 4 bərabərdir 4 üstü 4. Düzdürmü? Düzdür. Hər tərəfi nəyə vurduq? 4'ə vurduq. Qayıt desin, müəllim, bax 8x minus 3'dür burada. Mən bir səbirli olub, indi 8x minus 3'ü yaradıram. Necə yaradıram? Hər tərəfini 3'ə vurmaq. Baxın bu ifadənin hər tərəfini 3'ə vursaq. Birisində qüvvət üstəri nə olur? Toplanılır. Yəni 3 vur 3 üstü 8x çıx 4 bərabərdir 4 üstü 4 vur 3. Bu da olur 3 üstü 8x minus 3. Gördünüz burada 1'dir. Qüvvətlər toplandı. Bu da oldu 768. 256 vur 3 şəklində oldu. Biz aparıb 768'in yerinə nə yazacağıq? Bu ifadəni, yəni 3 üstü 8x minus 3 yazacağıq. Yazaq. Baxın, yazıram. 3 üstü 8x minus 3 qüvvətində də nə yazıram? 2x bölünsün 8x minus 3. Biz bilirik ki, qüvvəti qüvvətə yüksəldəndə bir-birinə vururuq. Vurduğumuz halda da 8x minus 3'dən ixtisar gedir, qalın 3 üstü 2x. Hə, həlli bu qədərmi? Əlbəttə ki, yox. Bunun həlli, belə deyim ki, 12 olacaq. Niyə müəllim, niyə 12 olur desəniz, fikir verin. Burada 3 üstü 2x minus 1 bərabərdir 4'ə. Mən 3 üstü 2x'i görmək üçün hər tərəfini neçəyə vurmalıyam? Əlbəttə ki, 3'ə vursaq, yenə də qüvvətdəki 1 ilə bu mənfi 1 gedəcək. 3 üstü 2x'imiz də 12 olmuş olacaq. Bu qədər. Sağ olun.